Salam yoldaşlar, hər bir salamlayıram. İndi növbəti video CPU-dur. Bu dərsdə nəzəri dərsli, amma bu video kəsitlərini yaddan çalışacağam ki, praktik yönündə bəzi şeyləri göstərim və deyə bilim. İlk olaraq CPU-dan danışsaq, Central Processing Unit-dir, mərkəzi idarəetmə sistemidir. Burada CPU üzərində sistemin idarəçiliyi, hər şey CPU üzərindədir. Yəni kim nə edəcək, necə edəcək, hamısı CPU-nun özündən təyin olunur. İndi CPU-nun form faktorundan danışsaq, biz x86, ARM, x64 tipləri var. Biz demişdik ki, x86 ilə x64-ün fərqi 32 və 64 bit əməliyyat sistemlərin fərqi hardan bəlli olur? CPU üzərindən x64 və x86 dedikdə biz x86 32 bit, x64 isə 64 bitdir. 32 və 64 bitdə 32 bit sadəcə məlumat göndərilir, sonra qəbul olunana qədər növbəti məlumat göndərilməkdir. Bu müəyyən vaxt içeridir. Amma 64 bitdə isə artıq həm 32 bit məlumat göndərir, həm də eyni vaxtda qəbul edildiyi üçün sistemlər daha çox sürətli işləyir. ARM arxitekturası burada planşetlər və telefonlar üçün nəzərdə tutulub arxitekturalar. Ondan sonra şimdi burada danışaq ARM-dən Apple Qualcomm-un Apple'ın iOS seti var. Bir də Qualcomm-un Snapdragon. Ondan sonra Samsung'un Exynos olmuyor. Exynos Samsung değil ki. Exynos CPU-lar da var ARM arxitekturasında. Ama bizim en çok aldığımız Qualcomm'du, MediaTek'ti. Exynos'tu. Bunlar bu CPU-lar telefon və planşet sistemində qabağımıza çıxır. İndi təbii ki, CPU arxitekturası artıq desktop sistemində, notebook kompüter üzərindən ən əsas Intel və AMD-dir. Ümumi CPU-dan danışsaq, CPU hər birisində korlar üzərindən və threadlərdən ibarətdir. Və core və thread nədir? Core eyni vaxtda edə biləcək əməliyyatların sayıdır. Yəni nə qədər core sayı varsa, bir o qədər də əməliyyat sayı eyni vaxtda icra olunabilir. Bizdə 4 dənə core, maşın kimi götürsək, misal, biz 20 yanvara, 28-ə, Nizamiyə, bir dənə də randoma, xırdalana gitmək istəyirik. Bizim nə qədər bir ədəd sürətli maşınımız olsa, burada 4-ün üzərindən getdiyi olduğu üçün uzun vaxt çəkəcək. Amma 4 dənə ayrı maşınımız olsa, nəticələnmə daha sürətli olacaq. Onun üçün CPU üzərində korların sayı nə qədər çoxdursa, bir o qədər yaxşıdır. Təbii ki, bunun standartı var. CPU-nun özü GHz standartında işləyir. Ümumi CPU-ların maksimal neçə əməliyyat eyni saniyədə yerinə yetirdiyi bilmək üçün GHz-ə baxır. Sənin CPU-nun 3 GHz dəstəkləyirsə, 3 milyard əməliyyat saniyədə yerinə yetirə bilər. Korlara da baxanda hər birinin daxilində threadlər olur. Threadlər nədir? Bu korların daxilində yerləşən virtual kor kimi götürək də, yəni threadlər. Bunlar korlara da hissələrə bölünür. Onlar da əməliyyat yerinə yetirir. Sistem bölünəndə yazılıb 24 832 eləyir. Bu thread sayına görədir. Bəzi korlar 2-yə bölünərək thread sayından virtual kor kimi göstərilir və həmin tam da olmasa müəyyən səviyyədə o əməliyyatları yerinə yetirə bildiyi üçün artıq kor sayı 24 yox, performans fonuna keçəndə 32 kor sayının hesablanır. Ona görə biz CPU-lar üzərində görsək 21 plus 8, 24 plus 8, bunlar thread üzərindədir. Yəni thread korun daxilində yerləşir. Ümumi buradan kor və threaddən danışıq. Biz CPU-nun istehsalçılarından danışdıq. İndi dünya üzərində hazırda ən 2 CPU istehsalçıları varsa, biri də Intel-dir, biri də AMD-dir. Əslində AMD Intelin daxili nə yaradıb? Yəni kiçik bir Intelin daxili şirkətidir. Intel 1990-cı ildə yadda istehsal edəndə əsas böyük şirkətlər özü satırdı. AMD-də bunun kopyalarını satırdı. Dedi, elə bu qədər adama o vaxt texnologiyanı çatdıra bilmirəm mən CPU-nu. Elə bunu öz tərkibimə birləşdireyim. Kiçik şirkətlərə bu satsın, Intel-ə, böyük şirkətlərə Intel özü satsın. Nəsə qərar birləşdirir AMD bunun tərkibinə. Ondan sonra nəsə 90-cı ildə artıq bir tərəfli müqavilə ilə fəslənilir. Intelin üstünlüyünə. O Intel haqsız da olsa qalib gəlir mühakimə üsulu ilə. Çünki o vaxt böyük şirkətlər ancaq Intelin tərəfində olurdu. 90 neçədə 2000-ci ildə
Həmin məhkəmə təzədən keçirir. AMD qalib gəlir. Neçə milyardlıq təzminat ödəyir AMD Intel. Həmin təzminat nəticəsində o qədər inkişaf edir. İndi demək olar ki, AMD ilə ya Intel bir-birinə yaxındır. Bəziləri AMD deyər, bəziləri Intel deyər. Mən özüm AMD tərəfindəyəm. Yaxşı, qiyməti ucuz, performansı üstün AMD istehsal edir. Intel biraz brend marka kimi görsənsə də, amma o qədər mənim gözümdə brend deyil. Deməli, AMD-dən da Intel-dən danışaq. Intelin CPU-larından demək ki, Intel qiymət baxımından model cəhətdən olsun biraz bahadır. Biz kompüterlərə baxanda Intel olanda görürük ki, qiymət biraz bahadır. AMD olanda biraz ucuzdur. İndi əvvəllər Intel az core, çox hez strukturu üzərində qurulurdu. AMD isə çox core, az. Onun da tezliyi çox idi. Sadəcə daha çox core üzərindən işləyirdi. Amma indi baxanda core sayı da elə eyni ilə çatıb bir-birlərinə. Ümumi ardıcıllıqdan danışıq, istehsallarından. Celerondan tutmuş, bax, burada Celeron instansdan üzü belə tutmuş. Intelin ilk istehsal etdiyi chipsetlərdən. İlk yox, bu orta səviyyədə istehsal edilir 2009-dan bəri də, yəni istehsal etdiyi chipsetlərdən danışıq. Daha 2009-a qədər daha görürük ki, burada köhnə chipsetlər. Bu da kompüterdə alanda, xüsusən notebook üzərindən nəyə fikir vermək lazımdır? Ən əsas buradan CPU-ya fikir vermək lazımdır ki, bir də anaplat yəni, təbii ki. CPU ona görə fikir verir. CPU dəyişə bilmir anaplatlarda. Notebooklar üzərində birbaşa bir ilhimlənmiş formada gəlir. O zaman nə olur? Biz nə qədər sürətlə RAM istəsək, o CPU zəif olduqda o bizə o qədər keyfiyyət verəmir. Notebook alanda xüsusən CPU-ya ən çox fikir vermək lazımdır ki, biz sonra bunu artıra bilirik, amma bu üzərindən daha artıra bilmirik CPU-nu. RAM-ı artıra bilərsən sən, SSD, hard diski, M2S, NVMe qoşa bilərsən, əgər varsa slot yeri. Amma sən CPU-nu artıra bilməyəcəksən. Ona görə CPU önəmlidir bu məsələdə. İndi Intelin əsas indiki dövrdə CPU-lardan danışsam, A3 var, A5 var, A7 var, A9 var. Ən son çıxanda Ultra 3, Ultra 5, Ultra 7, Ultra 9-dur. Bunlar sadəcə standartlardır. Yəni 3 normal kiçik istifadəçilər üçündür, 5 orta kiçik istifadəçilər üçün, 7 həm orta, həm də gaming oynamaq istəyənlər üçündür. Artıq 9 seriyası isə gaming dizayn işində çox məşğul olanlar üçün nəzərdə tutulub bu seriyalar. Belə bu seriyaya baxanda sənin performansın nə qədər üstün olacağı təyin olunur. Bir də bizim seriyalarımız var. Yəni desək bizim A7 var. A7-nin 11-ci nəsli var, 10-cu nəsli var, 9-u var, 12-si var, 13-ü var, 14-cü nəsli var. Bu da belə göstərək buradan. Gəlsəm buradan. Mən deyirəm ki, məndə A7 var. Eyni ilə bu Ryzen'ə də devam edir Ryzen'ə də. Prosta sadəcə Intel kimi göstərirəm. A7-dir, neçənci nəsil? 10-cu nəsil, düzdür. Artıq baxıram ki, bu neçənci 2020 istehsalatda, düzdür. Məndə amma indi 2 dənə qabağımda seçim var. i5 Ultra, i5 Ultra, indi A7 10-cu nəsil. Biz buradan baxanda ümumi CPU-nun test standartına baxanda bunu təyin edə bilərik. Həm də ki, core sayına baxdıqda bu təyin olunur. Deyə bilməzsiniz ki, A7 10-cu nəsil burada yaxşıdır. Təbii ki, i5 Ultra burada daha yaxşıdır. Başqa da misal gətirsək, belə deyək ki, amma normalda A5 12-ci nəsil var, misal. A5 12-ci nəsil olur. Təbii ki, burada A5 Ultra daha üstündür. İndi amma A5 12, A3 buradan 12-ci nəsildirsə, burada təbii ki, artıq bu nəsillər eynidirsə, buradakı standartlara baxın, nə olur? A5 təbii ki, bundan üstündür. Yəni ümumi nəsil standartı ilə bölünür. Bir də bizim bu nəsil standartından da fərqli. Bizim CPU-nun hansı tip dəstəklədiyi var burada. Baxsaq, bu Intel-də K var, F var, KS var, P var, T var. Prosesorların nəyi dəstəkləmək üçün, nə üçün yarandığını göstərir. Bax, desktopda Intel-də K daha yüksək performanslı üçündür. F personeldə inteqrasiya olunmuş qrafik kart yoxdur burada. Orası pisdir. Məsələn, sən vizual iş görəcəksənsə F seriyasını almalısan. T enerji qənaət az istifadə üçün çıxarır personeldə. İndi laptopa gələndə H2 maksimal performans üçündür, daha yüksəkdir. H yüksək performans oyun və laptoplar üçündür. U enerji qənaətdir, normal yəni həmçə edib oynaya bilərsən. Amma daha çox enerji qənaət istəyirsənsə, sırf
sənin üçün batarya uzun müddətli davam edirsə, Y tipli Intel prosesorunu almalısan. Bu da bizim standart olaraq istehsal olunanda CPU nə üçün istehsallığı təyin edir. İndi eyni ilə AMD-də də buradan 2019-a görə dəyişdi. AMD-də indi əvvəllər biraz şey rəqabətdə dedilər, Intel yaxşıdır. Amma indi elə bir şey qalmıyor. AMD daha uz qiymətə daha yaxşı performans şeylər çıxardı. Intel-də də eyni ilə 3, 5, 7, 9 standartları var burada. Bu standartların üzərindən burada da nəsillər var. Yəni ki 7000, 5000-ci nəsil, ondan sonra 3000, 5000, 6000, 7000-ci nəsillər var burada. Görürük ki, burada da eyni ilə üstdəki danışdığımız Intel mövzusu burada da aiddir. Amma artıq buradan danışsaq bizim desktopda Ryzen-də X daha yüksək performanslı, X-də təkmilləşdirilmiş daha yüksəkdir. Yəni çox burada C-də inteqrasiya olunmuş Radeon qrafik oyun multimedia üçündür. C, E-də enerji qənaəti üçündür. Bu desktop üçün aiddir. Mobilə gəlsək, H yüksək performans oyun və laptoplar üçündür. HS deməli həm enerji qənaəti var, həm də yüngül versiyada, orta mənzil. O deyilsə, o belə deyək də enerji qənaətdir. Ultra enerji qənaət də G-dir burada. Bunlar sadəcə CPU nə alacağı burada təyin olunur. Yəni siz o demək deyil də yazılıb burada i5. i5-in təkliyinin necə ona baxmaz. Görürsüz ki, bu nə üçün istifadə olunula bilər? Yəni sən oyun oynamaq istəyirsən, imkanın A5 açılır da. Hə, A5 onun üçün açılır. Amma sən gedib i5-in alsan U nəslin, U seriyasının onda nə olacaq? Sən zaryadka fokuslu gedir də artıq burada çox da performanslı deyil. Onda zəif, amma gedib HX məsələn HX-ya dalsan daha üstün olacaq. Bu da nəsil prinsipi iləndir. Gəldi indi buradan soketlərə. Soket nədir? CPU-nun taxıldığı yerdir. Yəni ana platada CPU-nun taxılır buna desktop üzərində. Amma notebook standartında artıq soket deyilən bir şey yoxdur. Lehimlənmiş formada gəlir. Ana plataya. Sən onu dəyişdirə bilməzsən. Ona görə ki, notebook alanda CPU-ya xüsusi fikir vermək lazımdır. Təbii ki, Intel soket baxımından 2 seriyadan bir plata uyğun dəyişdirir. Yəni sən A7 10-cu nəslin varsa, sən ona A7 misal 13-cü nəslə taxa bilməzsən. Platan sənə dəstəkləməyəcək desktopda. Təbii ki, notebook üzərində heç bir CPU dəyişmə deyilən bir şey yoxdur. Sadəcə desktop üzərindən danışıram. Versanın üzərində. 13-cü taxa bilməzsən, amma 12-ci nəslə taxa bilərsən. Buna icazə verir. 2 seriyadan bir platanın üzərindəki soketi dəyişir, o da problem çıxardır. Amma AMD həqiqi belə deyil. AMD M4 sertifikatı M5 soketi gələndən sonra normal elə o eyni 4-5 seriyadan bir bəlkə də 6 seriyadan bir soket dəyişməyə bəlkə də heç ehtiyac olmur. İndi biz soket dəyişmə baxsaq buradan CPU necə taxılır? Buna əsasını bağlayım. Deməli, buradan görürəm ki, bax, Intel-dir. Buradan taxıldı. Buradan keçdi. Bu da buradan oturdu. Açanda da eyni ilə. Buradan biz buranı basırıq. Burada açılır. CPU taxılır. Çıxardığımız da eyni ilə çıxarılır. Biz bunu narahat olmur. Bir dənə baxanda fikir verirsiniz ki, bunun bir də keçid yeri olur. Yəni ora taxanda tam oturur. Yoxsa belə tam oturmur CPU. Bu da eyni ilə AMD-nindir. AMD görürük buradan. Burada belə keçirəcəm, taxırsan. İndi bu hissə bir dənə yadınızda qalsın. CPU-da LGA PGA standartı var idi 2022-yə qədər. Niyə 2022-yə qədər? LGA strukturunda Intel istehsal edir CPU. LGA yəni nə? İynələr soketin üzərində olurdu LGA-da. Soketin üzərində olur diyor, olur. İynələr bunun üzərində simlər olur. Həmin iynələr bunun üzərində oturur da. Amma PGA standartında iynələr artıq CPU-nun üzərində olurdu. Soket üzərində boşluqlar olurdu. Yəni belə göstərsək biz belə göstəreyim. Bax, bu soketdir. Misal belə götürək, buranı təmizləyək. Bizim bu soketimizdir. Bu da CPU-da düzdür. Yenə bu da CPU-dur. Bax burada LGA standartında LGA alsam LGA'da da PGA burada LGA formatında bunun üzərində simli yerləri var. İynələr bunun üzərindeydi.
Yani buradan iğneler bunun üzerindedir. Görürsünüz. Burada belə dairəvi simli yerləri var. Simli deyil və oturun. Gəlib bunun üstünə otur. İğnelər bunun üzərində qalır. Həm də daha yüksək cərəyan üzərində işləyə bilər. PC formatı nədir? İğnelər bunun üzərindədir. Gəlib soketdə bunun üzərində oturur. Artıq burada boşluqlar var. Bunun üzərinə keçir. Bu nəyi pisdir? Bu PC çıxarılanda çətinlik çəkdirirdi, zülm eləyirdi. Bir də ki, oturdan da zülm eləyirdi elə. Amma həm də yüksək cərəyanla işləmirdi. İndi artıq 2022-dən sonra Ryzen 7000 seriyasından sonra keçirdi nə? Artıq soket üzərində hər birində LG standartı keçirib. Artıq PC deyilən bir şey qalmır. Ana plata alanda Ryzen serisinin AMD hər ümumi CPU-da alanda platanı fikir vermək lazımdır. Bu AMD üçündür, bu şey üçündür. Birdən nə fikir vermək lazımdır? Sizdə seriya Ryzen isə Ryzen'ın 7000 seriyasından aşağıdırsa bu bir problemdir. 5000 seriyasından aşağıdırsa bir problemdir. 7000'den aşağı artıq şey dəstəkləmirdi. İğnelər bunun üzərində gəlir. Gəlsəm buradan soket videosuna baxsam, görürəm ki, buradan deməli, burada görürəm ki, okay, bu Intel'dir. LG formatındadır. Qazısın. Taxta bunu belə rahat. Çıxardığında görürsünüz, iğnelər burada nədir? Bunun üzərindədir. Yəni bunun üzərinə taxılır. Bura baxın. Burada keçiddir. Burada girdən görürsünüz. Burada taxırsan, keçirsən gedir. İndi buradan görürsünüz LG formatında belə deyirəm. CPU belədir. Belə üzərinə taxılır. Gəlsəm amma buradan görürəm ki, bu boşluqlar var da. Bu deməli nə seriyasıdır? AMD-nin hansılar 7000 seriyadan aşağıda, yəni 7000 seriyadan. Görürəm ki, bura bax, iğne bunun üzərindədir. Gəlib iğnələrin bunun üzərinə oturur. Görürsünüz? Və nəticədə nə olur? Çıxardanda biz taxanda bir çətinlik çəkirsən. Yəni də bunların zədələnəndə bu simlər yəni bunu düzəltmək ya zərgərə aparasan, ya da qeyri-mümkündür, ya da şey dəyişməlisən. CPU-nu dəyişmirsən. İndi qiymətlərə də baxanda da CPU-ların qiyməti az ucuz deyil. Onun üçün neydi? Bax, PCA formatını görürsünüz. İğnelər bunun üzərindədir, boşluqlar onun üzərindədir, soketin üzərində. Bura taxalardı. Nə sok var? Sok CPU-nun daxilində yerləşir, qıraqlarında yerləşir. İdarəçilik üçündür. Yəni hard disk qurğularla inteqrasiyanı təşkil edir. Bundan çox danışmırıq. Heç bunu qoymadı. Heç yoxdur. Sistem on chip deyil. Çox mövzu etməli lazım deyil. Buradan CPU-nun 7 vaydı var. CPU-nun 7 vaydını danışmayacağım. Çünki bu nəzərimə öz olar. Çox fokuslu keçər. Şeydə düşür. Conti Plus-da bu suallardan düşür. Amma şey eləməyə ehtiyac yoxdur. Burada oxumaq istəyən gəlib buradan oxuya bilər. Amma mən şey eləməyim. Çox fikir vermiyorum. Gəldi indi CPU-nun çeşid yaddaşına. CPU ilk olaraq L1 çeşiddən normal qısa bir şey tarixçə belə məlumat saxlamaq lazımsa L1-dən istifadə edir. Yəni bunu sadə dildə desək, biz bir stəkan su içmək istəyiriksə, su doldurmaq istəyiriksə, biz fövqəladə halları çağırmayacağıq ki, kanatdan götürüb bir stəkan su dolduracaq, düzdür? Amma bizdə yanğın varsa, bizi nəyə çağırmalı? Fövqəladəni çağırmalısı onu söndürə biləcək. Eyni ilə bu da. Sistem hansı tipdə buna yaddaş lazım olacaq? İlk olaraq keçidlərə müraciət edir. L1, L2, L3 keçid. L1 keçid ən sürətlisidir və ən yaddaşı azdır. Məlumat dedim ki, yaddaş nə qədər çoxalır, tapmaq onu çətinləşir də. Yaddaş kiçildikcə onun orada qoyulan məlumatı tapmaq da rahat olur. Eynindən burada dedi. İkinci L2 keçid gəlir. L2 keçid birbaşa olaraq CPU üzərinə bağlıdır. L2, L1 ilə L2-nin arasında L2 var. Birbaşa L2-ə bağlı CPU. Ondan sonra L3 var. Artıq biraz daha çox yaddaş istifadə etdikdə L3-ə müraciət edir. Artıq L3-də də olanda hara müraciət edir? RAM-a. Artıq RAM-da da olsa, RAM da çatdıranmasa, swap deyilən bir şey var. SSD-dən və ya storage qurğudan müəyyən hissə ayrılır, RAM kimi göstərilir. Təbii ki, RAM kimi göstərilmə az sürətlə də olsa, sistemin dayanmasının qarşısını almaq üçün istifadə olunur da, belə deyək. İndi biz zarafat kimi deyirik, məsələn, səndə məndə bir deyir, RAM işləyir. Yəni artıq çeşid yaddaşlarım dolub, RAM-dan istifadə edirəm. Beyin dolub da yəni. Zarafat mənasında belə də deyilir, ayət temasında. İndi çeşid yaddaşlarını belə izah etməyə çalışdım. Yenə qısa təkrar kimi deyək, L1, L2, L3 keçidlərimiz var. Bunlar bizi RAM mövzusuna keçmişdi. Statik RAM-dır. Ən sürətlisi L1-dir, daha sonra L2, L3 gəlir. Birbaşa bağlı olan L2-dir CPU. Belə. Gələk indi danışaq biz. CPU üzərində biz bas yollar deyilən bir şey var.
İlk olaraq kontrol basılan məlumat haradan hara gedəcək, hansı sürətdən, hansı yolla gedəcək təyin olunur. Daha sonra adres basılan onlar yollar təyin olunur. Sonrası demək kontrol basılan məlumat hansı sürətdən necə təyin olunur. Daha sonra adres basılan hansı yol seçiləcək təyin olunur. Bir də databaz üzərindən məlumat artıq göndərilir. Bunlar da məzəri mövzulardır. Yəni çox toxunmaya lazım deyil, amma bir söz pis olmaz. Gəlsək bizim buradan dedim ki, L2 birbaşa CPU ilə bağlı düzdür. İndi bizim frontside bus, bir də backside busımız var. L2 ilə CPU arasındakı əlaqə yox, backside bus, yəni arxa qapı yoldur. Buradan CPU qısa formada L2-yə müraciət edir ki, daha az yaddaş məlumatlar istifadə edir. Yəni belə deyək də, biz oyun açırıqsa A hərfini basıramsa, CPU mən klaviaturda A hərfi basıramsa, artıq RAM-a müraciət eləmir də, keş yaddaşda deyir ki, A hərfi bu yazarımsa bundan istifadə edir. Amma hər hansı proqram açırsa, gedib o proqramı RAM-a yükləyir, RAM-dan oxuyur. Nəticə nə olur? Artıq frontside busdan istifadə edir. Belə. Ondan sonra gəlsək. Bunlar da indi Allo FPU-yaddır. Buna çox girməyə ehtiyac yoxdur. Nəzərdir. Gələk termopasta mövzusuna. Termopasta nədir? Bunu əksini izah eləsəm, salvetka nəmi çəkdiyi kimi termopastanın soyuğu özünə çəkir və CPU-nu sərin saxlayır. Nəticədə CPU-lar özü yüksək dərəcədə işləyir ki, çünki hər şey bunun üzərində işlənir də. Bunun üzərinə biz termopasta üstünə heatsink qoyuruq ki, daha sərin olsun. Və bu termopasta məsələsi çox belə deyək də müvahid məsələdir, ümumi məsələdir. Həm də lazımlı məsələdir. Gəlsəm termopastanın vurulmasından başlayıram buradan. Görürük ki, termopastanın vurulmağını görsəm. Bu termopasta necə vurulur? Normalda X atan var, dairə vuran var, ortadan dairə çəkən var. Mən sizə hansı məsləhət görürəm? X məsləhət görmürəm. Ortada tam doldururuz. Ortada tam dolduruqda, tam enlikdə qızdıqca o artıq yayılır. O daha yayılır. Yəni yaymağa ehtiyac yoxdur. Ortasına biraz böyük damcı atsınız. Sıx söz olmur. Ondan tam yayılacaq. Ki termopasta belə vuranda daha yaxşıdır. İndi deyə bilərsiniz ki, termopasta necə vuracağından danışdım. Hansı termopasta məsləhət görürsən? Bax, Grizin markalı termopastanın vurulmağı var. Bunu göstərəcəm. Deməli. Buradan görürəm ki, bax, bu əridilmiş civə kimi bir şeydir. Civəyə oxşayır. Əridilmiş civə yox, əridilmiş metal kimi bir şeydir. Vuruşun kimi. Bunun üzərinə vurul, daha CPU-nu səviyyəyə saxlayır. Bunda biraz fərqlidir. Vurursan, bunu yaymağa məcbursan ki, bu civə kimi onun üzərində yayıb tam qalsın. Bu daha sərin saxlayır. Gəlsən indi deyə bilərsiniz hansı termopasta, hansına görə. Gəlsən buradan linklərdə qatmışam. Buradan baxmaq istəyirsiniz. Bax. Bunu götürsün. Bu da qəşəng deyil. Ya bu göndərilir lütfen. Deməli Grizzly markası var. Gümüş bayaq göstərdiyim bundan əvvəl. Gümüş üzərinə vurduğumuz. Görürsünüz burada. Ortasına biraz vurursan artıq bunu yayırsan. Yaymaq vacibdir. Bunun qramı 20 manatdır. Bahadır. Özünüz bir dəfə istifadə edirsə 1 qram alsanız şeydir. Amma kiməsə vurmaq ya da əlavə kimi istifadə edirsə bu qiymətə vura bilərsiniz. 55 manatdır 5 qram. Bundan 10 kompüterə, notebook'a da vura bilərsiniz. Amma deyirsiniz ki, həm performanslı olsun, həm daha yaxşı olsun. Sizə uzun performansda sizə deyirəm ki, Nectonun bu serial termopastası çox yaxşıdır. Yəni bu qiymətə normal. İndi baxsaq bunun 10 manatdır. 10 manatda göndərimidir. Buradan nədir? Hardasa 55 manatdır. 2 qram neçədir? Belə deyək də bu qiymət. İndi mən buradan MX7 yazsam. Getdi o. Sonra sonda nə olur buna? AliExpress'e gelsem buradan. Termal. Bu niye siliyor yazıları? AliExpress'ten yaxşıdır çünki daha keyfiyyətli olur. Gəlsəm termopastalara baxsam buradan. MX7'dən görə burada tapım. MX4 yaz. MX yazsam bəsdir olacaq. Gerek yazalım. MX4. Bax görürsünüz yoldaşlar MX4'dür. Bunun qiyməti neçə deyil? 24 manatdır. Görək bunu göndərən niyyətdən. Artikin MX4 seriyasıdır bu.
Hə, 4 qramı neçə manatdır? 24 manat, düzdürmü? Gəlib bundan sonra buradan görüm MX7'si var bunun. Üzerindən baxsam MX7 buradan görüm 2 qram neçədir? 28 manat. Bunu göndərəm yoxdur. 28 qram budur, 2 qramı, 4 qramda bunun qiyməti neçədir? 25 manat. Gəlin tapazda baxaq. Tap nöqtəz termopaz tap. Gəlsən buradan termopazda qiymətlərinə baxaq. Da indi çekim olmasın, kimsə çekim olmasın. Pisləmək və tərifləmək kimi çıxmayacaq burada. Bax burada göstərir. Art MX4 4 qramı neçə manatdır? Buradan yerə normal qiymət yazılır. Yəni orijinal ola bilər bu. 23 manat. Oradakı qiymətə nə indi? Bu neçədir? MX qram 4-8 qram arasında 33 manatdır. Gəlsən buradakılara baxsam, MX6 deyir 2 qramı 15 manat. Sizdə bu orijinal ola bilərmi? Xeyr. Bu fake'dir. Ondan sonra gəlin burada qiymətlərə baxaq. Deyir ki, MX4 2 qram qiymət 10 manatdır, 4 qram qiymət 14 manatdır. Yəni heç kim sizin alır gözünüzə aşıq deyil ki, bu qiymətə versin. Bunun keyfiyyəti aşağıdır. Bu qiymət almağa dəyməz. Aşağı hər də onu da deyim ki, ən ucuz şey, ən bahalı şey ən ucuz bir şeydir. Çünki 2 dəfə, 3 dəfə alırsan, bahalını bir dəfə alırsan yenə. Bir dəfə gedib Samsung'un S seriyasını alırsan, 6 il işlədirsən. Bir dəfə gedib A seriyasını alırsan, 3 il alırsan. Ki gəlib 6 il işlədə bilirsən. 2 ildən bir telefon dəyişməlisən də belə deyək. Ya da 3 ildən. Gəlsən buradan görürəm ki, qrezi neçə qoyulur burada. Bax burada bunu qoyub neçə qramın? Yəni ki 5 qramda 5 qramı bu qiymətə qoyub 110 manat. Burada neçə idi? 55 manat. Belə. Yəni hər şeyi alanda da araşdırırsınız. Xaricdən AliExpress-dən sifariş etmək çox rahat. Yəni tapıb oradan daha ucuz qiymətə ala bilərsiniz. Keyfiyyətli baxımdan özü də qat-qat keyfiyyətli olur xaricdən almaq. Düz deyib bizimkilər də elə xaricdən gətirir. Amma indi baxır da siz Temurun malı ilə eyni şey mən Temurdan da sifariş vermişdim. AliExpress-dən sifariş vermişdim. AliExpress-dən gələn qat-qat bundan keyfiyyətli istədiyim. Temuda biraz keyfiyyəti üstünlüğü verilmir. Ucuzluğu üstünə verildiyindən keyfiyyətdən birazcık çıxar olunur. Belə. Sizi də çox yormayayım yoldaşlar. Bu da termopasta idi. Vurulması, CPU üzərində göstərdiyim. Ona deyim ki, alanda da AliExpress-dən almaq üstünlüdür ki, daha keyfiyyətli olsun. Nəsə, çox yormayayım. Artıq buradan mövzunu da bitirdik. İnternetdə AliExpress-dən yazılır. Buradan istənilən bir termopastan yazsınız, orada çıxa bilər. Burada problem yoxdur. Bak Crazy markadır. Tip 7 var, Tip 8 var. Bunlar da yaxşıdır yəni keyfiyyəti. Mən bunu məsələ görürəm, daha təriflilər. Termopasla bir dəfə vurulanda dərhal sala bilər aşağı, amma uzun müddətdə onun təsiri olmaz. Orası da nəzərə almaq lazım yəni. MX6 aldım, vurdum o qiyməti ilə, ucuz qiymətə düşdü cizgisi aşağı. Amma neçə? Bir aya. 15 günə. Sonra elə qalxacaq 90-80 arasında heç nə yoxdur. O silsilə işləyəcək. Nəticədə axırda CPU necə dirəcək, heç nə. Ondan sonra da kompüter sıradan çıxacaq. Versənə olsa dərd yarı, CPU notebook üzərində olsa gərək notebook dəyişəsən. Belə. Nəsə, nə istəyirəm, nə özümü. Allah'ım da görüşənə qədər növbət ediyorlar qədər.